Çoxdandır məndən soruşursunuz ki, yaxşı kitab hardan alaq? Yaxşı kitabı hardan almaq olar, hə? Yəni mən də açığı deyim sizə, heç yerə indiyənə kimi məsləhət görməmişəm kitab barəsində. Çünki özüm o qədər həssasam həmən o mövzuya ki, heç bir kitabları mən bəyənmirəm. Kitabın tarixçəsi böyükdür. Yəni Bakılılarda kitab gedir. Məsələn, Gəncə zonasında ona kətə deyirlər. Nə bilim, Ləzgilər Qubaq Açmaz zonasında afar deyirlər. Yəni ümumiyyətlə amma belə baxanda kitab bir sadə yeməkdir. Yəni kitabın ingrediyentləri, yəni ki, içi, əti, nə bilim, göyərtidirsə göyərtisi yaxşı oldusa, bir də o həmini ki, düzgün yaydılar, kitab olur əla. Sizə deyim, Türkiyədə də öz kitabları var. Onlar ona közləmə deyirlər. Mən amma bir Bakılı kimi sözsüz ki, öz kitabımızı bəyənirəm də. İndi də mən sizə göstərəcəyəm ki, bax, bizim Bakı kitabı nə cür hazırlanır. Bax, özüm içəri çəkmirəm, sonra deməyəsiniz ki, mən girdim çexin içinə, nə bilim, əlimdə əlcək yox idi, başımda papaq yox idi. Yəni, mənə bax, icazə veriblər, mən qıraqdan bax, çəkirəm, baxın. Görürsünüz də indi göyərtinin rəngini. İndi ümumiyyətlə göyərtinin bu dəqiqə əsl sezonudur. Bax, Bakı kitabı, baxın. Onu sizə deyim ki, pişirən də Bakılımızdır ya. Yəni ki, yəni bizim Bakı kəndlərindən birindəndir. Yerlimizdir, canımızdır, cigərimizdir. Bizim bacımız da anamızdır. Bax, bu cür nə? Bax. Bu kitab hazırlanır. Sonra da Allah qoysa, gedəcək sacın üstünə. Hə, köhnələr. İndi də gəlin keçək əsas məsələyə də. Həmin o Bakı kitabını dadmaq istəyirsinizsə, Salatın Askerova küçəsi 116. Amma bizim el arası desək, bax, arxa tərəfdə. Bax, görürsünüz, bax, mən əlimlə göstərirəm, bax, əlimlə göstərdiyim yer. Təzə bazarın aşağı qapısı. Bax, belə də yanmışamsa, o yandakı köhnə Qoracil. Bu da ki, həmən o dediyim əfsanəvi kitab yeri. Yəni, kafe kəndimiz, həmən o kafe kəndimiz, həmən o Zakir dayının oğlu işləyən kafe kəndimiz, həmən o kafe kəndimiz, hansı ki, super xaş kəllə verir, bunu hamımız bələdsiniz də, düzdür. İndi də həmən bu yerdə gəlib, bax, bu cürünə belə aləm Bakı kitabını dada bilərsiniz. Bu məsləhətdir. Bunu mən sizə 100% deyirəm. Baxın. Bu kitablar bax belə bir formada yığılır. Bax bu cürnədəki paketləşdirilir. Bax bu da ki piraşkilər. Bu da piraşkilər. Bax gördüyünüz kimi. Buyurun baxın. Bu əsl Bakı kitabı dadmaq istəyən gəlsin kəndimiz kafesinə. Фархад, что скажешь насчет кутабов? Тебе понравилось или нет? А? Очень вкусный. Очень вкусные кутабы. Да, Лилашка, ты тоже будешь кушать кутабы? Возьми. Да. Возьми, попробуй. Canım, попробуй. Как тебе? Вкусно? Да. Nuş olsun. Əsas məsələ. Mənə nuş olsun. O ki, kitabı yiyirsən, o ətin tamı gəlir, yəni tuzu, istiyotu, yəni həm də ətin öz tamı, o başqa şeydir. Əsl Bakı kitabı yemək istəyirsinizsə, gəlin kafe kəndimizə. Belə kitabdan inanın mənə ki, Bakıda tapmayacaqsınız. Bu qədər qəlbdən qəlbə.